Salam uşaqlar, Asobi beyinli insanlar üçün bu videonu çəkirəm. Hansıların ki, Asobi beyni var və ona belə deyək də arada hava işləmir. Ümumən göstərmək istəyirəm ki, stakan nədir? Birinci məsələlərdən biri stakan nədir və bu niyə baş verir? Baxın, bu gördüyünüz bunu tərifləyirlər belə. Yəni başa düşürəm, shitcoin çoxdur, milyonlarla shitcoin var. Sadəcə olaraq bunu Azərbaycan kripto cəmiyyətində, ümumən də Azərbaycanda olan kripto cəmiyyətlərdə elə şişirdilər, elə bir ki, yəni innovativ bir şey, zat belə şey yoxdur. Baxın, burada kimsə e, belə deyək də yüngülvarı özünə buradan belə deyək də bu coinə pul qoyub və məsələsindən həm bir 100 dollar, 200 dollar, həm 300 dollar nəsə. Və qalxıb bu coin belə görsün necə belə bir iynə atır. Və çox elə bilir ki, burada milyonlar zatlar oynayır. Yox, burada bir şey yoxdur. Burada baxın, volüm aşağıda yazır, görsün üstünə yaxınında yazır ki 752 dollar. Burada 700-800 dollarlıq bir yatırımda hansı ki belə bir şey qaldırıb. Və kimsə 700 dolları satsa eyni şeydə düşəcək aşağı. Başa düşürsünüz? Buna deyirlər, belə deyək də, fake admin. Bunu adminlər də eləyə bilər, moderatorlar da eləyə bilər, reklamçılar da eləyə bilər və s. Görürsünüz, baxın, burada satış olub və məhv olub. Bax, kimsə 21 dolları satıb, eşeğe ölüb qoyun. Bax, belədir. Asob beyinli insanlar üçün. İndi isə gəlirik stakan bölümünə. Stakan nədir? Ümumən, burada stakan bu rusca deyirlər. Mən əsasən rus dilində oxumuşam hər şeyi bu kripto aid olanları. Belə də order kitabları deyirlər və görürsünüzmü? Burada məsəl üçün böyütmək olur buna. Baxın, bax milyonlarda 1 qəpik qoysaq lap xırda orderlər biz görə bilirik. Və görə bilirik ki, bax bu qiymətdən 67 dolları satmaq istəyən var. Və yaxud bu qiymətdən 12 dolları almaq istəyən var. İndi burada məsələ nədir? Bax məsələn gəlin biraz orada stakanı biraz uzaqlaşdıraq, belə deyək, bir növ biraz uzağa çəkək. Bir növ xəritəni necə uzaqlaşdıraq belə. Burada məsəl üçün kimsə bax 12 dollar, 32 dollar, bir də 16 dollar. Burada hardasa təxmini bir 50 dollarlıq kimsə bu coin satsa, bu epilepsiyanı satsa, burada görürsünüz. Avtomatik olaraq qiymət gələcək, baxın bu 13-ə qədər. Və burada 1K-lıq, yəni 1000 dollarlıq order var. Hansı ki, kimsə 1000 dollarlıq satsa, bu 0013 var, bu da sınacaq. Və başlayacaq 47, 10, 10, 22, 13 xırda məbləğlər. Və fikir versəniz, bir neçə addımdan bir böyük, belə deyək də, böyük də demək, yəni xırdadan biraz fərqli, yəni belə deyək. Orderə var, hansı ki qoyulub bura, belə deyək də, bir növ yüngül bir növrə kimi. Amma burada bir dənə normal bir dənə satış getsə, bu növrə hamısı cırılacaq. Çünki 1K kripto dünyasında ümumiyyətlə 1000 dollar elə güclü bir pul deyil. Və görürsünüz, burada ümumən isə biz lap uzaqlaşdırsaq, lap belə uzaqlaşdırsaq, məsələn, ümumən götürsək, kimsə təxmini 2000 dollarlıq epi satsa, 2000 dollarlıq epi satsa, öldü söhbət, tar getdi. Orada atdan düşməyin ardı yoxdur. Baxın, burada təxmini götürək, baxın, 13-də, məsələn, 13-də, 12-də, 11-də, 10-da, 9-da, 8-də, 7-də, 6-da, 005, 004-də bu bütün order rəbla hamısını yığsaq, burada 2500 dollarlıq coin edir. Yəni, kimsə durub 2500 dolları bunu satsa, ciddi bir şey deyil olmağına bu. Burada MEX birjasında deyək. Yəni, bəlkə DEX-də başqa cür biraz likvid ola bilər, amma yenə də DEX-də də demək olar ki, prinsip eynidir. MEX birjasında DEX ümumiyyətlə mərkəzəsiz birjalardan gedir. Radium zat, Radium'a da istənilən adam coin sala bilər. İstənilən adam öz kriptosunu orada düzəldib Radium'a sala bilər. Baxın, burada görürsünüzmü? Belə bir şey var. Yəni, stakan deyilən bir şey var. Və bu stakanı öldürmək üçün cəmi hardasa 2000 dollar deyə uca azalıb satırlar. Kimsə elə bir ki, baxın, fikir verirsinizmi? Order azdır. İndi burada botlar, zatlar da var, oynayır biraz. Yəni 2000 dolları burada uzağı stakanda order var. Belə bir vəziyyətdir. Və bunu çoxu elə şişirdir ki, bir anlıq bəzilərinə bitcoin deyəndə deyir ki, bitcoin yox, məsəl üçün epilepsiya. Deyirsən ki, sən hardan gəlmirsən, hansı dağdan düşmüsən, belə şey ola bilməz. Axı, sən yəni kripto biliyin sən bundan özü keçmir. Yəni aç bax, yəni saytınız adına baxmışam, mən sadə burada belə HTML bir dənə saytdır. Və təbii ki, burada bunu cəmaata satan Elşad Honor'un da adı var burada. Kim ki cəmaata satır bunu. Aldırır daha doğrusu. İnnovasiya adına və burada belə bir şey yanmışsın. Bu bekara bir şeydir. Biraz diqqətli olun, biraz baxın dərinliyinə. Demirəm, Luboy coin'e yatırım eləmək olar. 0 milyonda, nə bilim, buna da yatırım edə bilərsən. Amma məsələ arasında ki, bu inovativ bir şey deyil ki, sən məsəl üçün durub, tutaq ki, ən axırıncı puluvu da, bütün puluvu bir şeyə qoyarsan. Qoya bilərsən, 10 dollar, 50 dollar, elə belə, oynamaq istəyirsənsə, inanırsan ki, Elşad sənə uğur aparacaq, elə belə eləyə bilərsən. Amma məsəl üçün, durub artıq buna fanatlıq eləmək,
Məsəl üçün söz deyəndə başqalarının it kimi qapmaq, bu lazımsız bir şeydir. Çünki bu batıb gedəcək, sən qalacaqsan bu belə deyək də kripto communitydə sən qalacaqsan. Əgər təbii ki, sənin hansısa bir vesin varsa qalacaqsan. Vesin yoxsa sən də bu coindən batıb gedəcəksən. Yox, vesin varsa təbii ki, vesini saxla və beləsinə şeylərə fanatizm eləmək lazım deyil. Yəni də deyirəm, Luboy coinə yatırım eləyə bilərsən. Luboy coin bata da bilər, skam da ola bilər. Bu da həmçinin skam da ola bilər, bata da bilər. Sənə burada 2x də qazana bilərsən, bata da bilərsən. Sözsüz məlum məsələdir. Amma fanatizmlik lazım deyil. İnanın ki, mən məsəl üçün heç bir kriptoya fanatizmlik eləmirəm. Ümumiyyətcə, yəni çox adam məndən soruşanda deyir məsəl üçün nəyi alım? Deyirəm ki, qardaş, get araşdır bazarı, öyrən, məsələlərə bax, sonra qərar ver nə alacaqsan. Amma belə ümumən belə şeylərdə fanatizmlik eləməyin, çalışın ki, belə şeylərə bağlanmayın. Çünki bu batanda siz də bundan bir yerdə batacaqsınız. Ona görə də ehtiyatlı olun. Sağ olun.